İşləyirdik. Əziz kilsə, xoş gördük sizi. Добрый вечер, дорогая церковь. Рада видеть. Eləcə də bizə baxan kəslər, xoş gördük sizi. Также рада видеть тех, кто смотрит нас. Bu günləri xüsusi bir gündür. Сегодня особенный день. Kim bilir nə gündür bu gün? Кто знает, что сегодня за день? Bu gün atalar gündür, düzdür? Сегодня Я- день отцов или пап. Gəlin bizim kilsamızda olan atalara görə Rəbbə minnətdar olaq. Давайте будем благодарны за отцов, которые есть в нашей Dua eləyək церкви. onlar üçün. Помолимся за них. Və eləcə də balaca hədiyyələr hazırlayıblar onlar üçün, onları təqdim edək. И также для них подготовили Sonra маленькие подарки. sözlə bölüşəcəyik. Потом поделимся словом. Kim burada atadırsa lütfən əlini qaldırsın. Пожалуйста, если вы отец, поднимите руку. Bugün hə, gələcək atasan da bu. Okay. Gəl dua edək başlayaq. Давайте помолимся и начнем. Rəbb Məsih, biz minnətdarıq atalara görə. Господь Иисус Христос, мы благодарны за пап. Minnətdarıq ki, onlar yer üzündə sənin surətini daşıyırlar. Благодарны, что они являют Твой образ на этой земле. Minnətdarıq ki, sən ən gözəl ata nümunəsisən. И мы благодарны, что Ты самый лучший пример Отца, Sən səmavi atasan. Небесный Отец наш. Və biz dua edirik ki, bizim kilsamızda olan və yaxud da bizə qulaq asan kişilər, atalar və sənə bənzəməyə çalışsınlar həyatlarında. И мы молимся за мужчин и отцов, которые здесь, или тех, кто смотрит нас, могли быть подобными Тебе. Onlara xeyir dua ver, Благослови их, onlara müdriklük ver. дай им mudрость, Bir ata kimi Rəbbsə, как отцам. uğursuz olanda, uğurlu olanda həmişə sənə minnətdar ola bilsinlər. Чтобы они могли быть благодарны Тебе как в неудачах, так и в удачах. Xeyir dua ver indi bizim Tanrı sözü barədə düşünmək vaxtımıza, Благослови наше время, когда мы будем размышлять о Слове Господнем. danış bizimlə, Говори с нами, xidmət et bizə. послужи нам. Rəbb, öyrət ki, diqqətimiz səndə olsun. Научи нас фокусироваться на Тебе. Müqəddəs isminlə dua edirik. Именем Твоим Святым мы молимся. Amin. Аминь. Bir daha Rəbbimiz İsa Məsihin müqəddəs adı ilə hər birinizi salamlayıram, əziz dostlar, əziz bacı qardaşlar. Еще раз приветствую вас всех именем Господа нашего Христа, дорогие братья и сестры. İstəyirəm bu günləri atalar barədə danışaq. И я бы хотела сегодня поговорить о отцах. Biz siz əslində atalar barədən danışanda biz fikirləşə bilərsiniz ki, biz danışa bilərik məsuliyyətli olmaq, Говоря об отцах, вы могли бы подумать, что нужно быть ответственными, отцы должны быть qayğıkeş olmaq, ответственными, nümunəvi olmaq, заботливыми, sevən olmaq. примером для подражания, любящими. Hamısı bunlar əladılar. Это все хорошо и отлично. Amma bilirsiniz, bu günləri istəmirəm biz həmin o ideal ata surətindən danışaq sizinlə. Но знаете, я бы хотела поговорить сегодня с вами не об идеальном образе отца. Amma istəyirəm ki, həyatında müəyyən çətinliklərdən keçən, səhvləri olan, sınıqlı olan, qırılmış olan bir kişi barədə danışaq. Но я бы хотела поговорить о мужчине, который проходит через трудности в жизни, который сломлен, которому тяжело. Mənim xoşuma gələn o idi ki, o kişinin həyatında baxmayaraq ki, bütün bu şeylər vardı, sınıq idi, səhvlər kifayət qədər idi bir ata kimi. Amma həmişə Allahla gəzirdi. И мужчина, о котором мы будем говорить, мне нравится в его жизни то, что, несмотря на все трудности, на падения, он все время шел за Господом. Atalar, çox vaxt atalardan çox şey gözlənilir, amma atalar heç bir atalıq məktəbi keçməyiblər, bilirsiniz. Очень часто от отцов многого ждут, но отцы, они не учились в школе, где учат, как быть Onlar отцом. insanlar, onlar səhvlər Они edə bilirlər. тоже люди, они ошибаются. Amma onlar öyrənirlərsə bu yaxşıdır, böyüməyi və səhvlərini düzəltməyi. И если они учатся расти и исправлять свои ошибки, это хорошо. Bugün Davud haqqında danışacağıq. Сегодня мы поговорим о Давиде. Biz Davudu çox vaxt padşah kimi belə təsəvvür eləyirik. Очень часто мы представляем Давида как царя.
Möhtəşəm bir padşah idi həqiqətən. Он был невероятным царем, действительно. Ki, əgər müqayisə eləsəz onun həyatını başqa padşahlarla inanılmaz padşah idi. И если сравнивать его жизнь с жизнями других царей, то он был невероятным Həm царем. Allahı sevirdi, Он любил həm Господа, güclü idi, был силен həm hikmətli idi. и был mudr. Nəysə, gəlin baxaq onun həyatına. Давайте рассмотрим Amma его жизнь. ata idi. Bax, bunu istəyirəm yaddan çıxartmayaq. Bütün bu şeylərin fonunda o bir ata idi. Но я хочу, чтобы мы не забывали, что он был отцом, nесмотря на все это, он был отцом. Onun həyatını araşdıranda biz çox maraqlıdır ki, onun həyatı bizə həm böyük bir necə deyim, dərs verir, eləcə də müəyyən bir xəbərdarlıq edir bu gün bizim üçün. Изучая его жизнь, мы видим там как урок для себя, также и предупреждение для себя. Allahın seçdiyi adam idi, amma mükəmməl deyildi. Он был избранником Господа, но при этом он не был Gəlin совершенным. baxaq Həvarilərin İşləri kitabının 13-cü fəslinin 22-ci ayəsinin 2-ci hissəsinə. Давайте откроем Деяния, 12 глава, 13 глава, 22 22. стих. Azərbaycanca 2-ci hissə, rusca bilmirəm. Deyir ki, Rəbb Davudu tapanda bu sözləri dedi. Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o mənim bütün istədiklərimi yerinə yetirəcək. Вторая часть 22 стиха. Господь говорит: «Нашел я мужа по сердцу моему Давида, сына Иисеева, который исполнит все мои хотения». Rəbb deyir ki, ürəyimcə olan bir adamı tapmışam. Господь говорит, что я нашел мужа по сердцу моему. Davud Allahın ürəyincə olan bir kişi idi. Давид был мужчиной, который был по сердцу Господа, Amma o mükəmməl deyildi. но он не был совершенен. Davud böyük şəxsiyyət idi, dostlar. Давид был великой личностью, Amma bir ata kimi çox bəlkə də qəliz insan idi. но как отец он был сложным человеком. Böyüklüyü nə idi onun? В чем он был велик? Baxırıq gələ gəncliyindən Qaliyatla qarşı-qarşı çıxdı. Мы видим, что он со своей молодости он уже противостоял Голиафу. Qaliyat bilirik də o nəhəng bir kəs idi. И мы знаем, что Голиаф был Və ona гигантом. qalib gəldi. И он победил его. Sonra baxırıq ki, padşah olur Дальше мы видим, что он становится царем. və İsraili idarə edir. И он управляет Израилем. İsrail balaca yer deyil, 12 qəbilə var idi orada. А Израиль — это не маленькая местность, там было 12 колен. Əhali sayı o dövrə görə kifayət qədər böyük bir xalq idi. И население было довольно-таки большим. Və xüsusilə də onların Allahı var idi. И у них был также и Бог. Və elə bir yeri idarə etmək elə belə iş deyildi. И управлять такой местностью было непросто. Davud çoxlu məzmurlar yazmışdı. Давид написал много псалмов. Allahla şəxsi münasibətləri var idi. У него были личные Yəni взаимоотношения с ona yaxın bir Господом. kəs idi. То есть он был близок с Господом. Bütün bunların fonunda indi biz keçirik Davudun bir ata kimi baxaq. И на фоне этого всего мы сейчас рассмотрим, каким Давид был отцом. Ailəsində böyük problemlər var idi. В его семье были большие проблемы, Çətinliklər var idi. были трудности, Uğursuzluqlar были yaşayırdı Davud. неудачи. Xüsusilə uşaqları ilə olan münasibətlərində. Особенно эти неудачи проявлялись в взаимоотношениях с его детьми. Həyatını əgər biz araşdıranda görürük ki, həyatının müəyyən dövrlərində müəyyən qarışıqlıqlar baş verirdi ailəsində. Изучая его жизнь, мы видим, что в его жизни было много трудностей в определенные периоды. Baxmayaraq ki, dövlət rəhbəri kimi vaxtında qərarlar verirdi, amma ailə məsələlərində bəzən gec qalırdı. Vaxtında qərar vermirdi. Несмотря на то, что он вовремя мог действовать и правильно действовать в ситуациях, взаимосвязанных с государством, то все было не совсем так с семьей, не всегда мог решить вовремя. Və biz bütün bu şeylərə baxanda bu bizə bir həqiqəti göstərir. Знаете, рассматривая все это показывает нам одну истину. Sənin ruhani olaraq güclü olmağın, atanın ruhani olaraq güclü olmağı bu hələ o demək deyil ki, ailədə hər şey yaxşı olacaq. Мы видим, что духовная сила отца не означает, что в семье все будет отлично. Allah hansısa bir insanı seçə bilər. Да, Господь может выбрать какого-то человека, Amma bu o demək deyil ki, onun ailəsində hər şey idealdır, mükəmməldir. но это не означает, что в жизни этого человека все идеально, совершенно. Son illər ərzində çoxlu imanlılarla, çoxlu pastorlarla şəxsi görüşlərim olub. Ailə məsələləri haqqında danışmışıq, valideyn, övlad münasibətlərinə toxunmuşuq. В последние годы я встречался с многими пастырями, и мы общались на тему семьи, взаимоотношениях отцов и детей. Mən sizə deyim ki, inandırım ki, hamısı da
həqiqətən Allahı sevən mömin kişilərdir. Я говорю вам правду, что все эти люди, они любящие Господа мужчины, Mömin rus dilində nədir? благочестивые Благочестивые мужчины. люди. Ailələrini sevirlər, uşaqlarını Они sevirlər любят свои семьи, они любят своих детей. və həqiqətən də yaxşı ailələri var. И у них хорошие семьи. Çalışırlar ki, nümunə olsunlar və çalışırlar ailələri başqa ailələr üçün nümunə olsunlar. Они стараются быть примером, стараются, чтобы их семьи были примером для других. Amma bir həqiqət var ki, sən bundan qaça bilmirsən, sən qarşılaşırsan, sən görürsən, Но есть истина, которую невозможно избежать, которую ты видишь, с которой ты bəzən встречаешься. övladlar böyüyür Иногда дети və, растут, və münasibətlərdə çətinliklər yaranır. Valideyn ata-oğul münasibətdə, ata-qız münasibətində çətinliklər yaranır. и появляются проблемы во взаимоотношениях детей и отцов. Bəzən uşaqlar səsin biraz dəyişdi. Başqa seçimlər edirlər Иногда дети делают немного не тот выбор. və ailə daxili müəyyən necə deyim, çəkişmə ola bilər olsun, ağrılar yaranır, И в семье появляется боль или же отстранение. qırılmalar baş verir. Люди ломаются. Çox maraqlıdır ki, çox vaxt insanlar pastorların ailələrindən gözləyirlər ki, onlar ən nümunəvi ailələr olmalıdırlar. Интересно, что люди очень часто ждут, что семьи пастырей будут самыми примерными Qüsursuz семьями, olmalıdırlar. без каких-либо Yəqin проблем. Davuddan da onu gözləyirdilər. Наверняка этого же ждали Ki, от Davudun Давида, həyatı, Davudun ailəsi ideal ailə olmalı idi. что семья Давида должна быть совершенно идеальной. Sanki onların evində heç bir problem olmamalıdır. Словно в их доме не должно быть никаких Sanki проблем. onların övladları həmişə mükəmməl olmalıdır. Словно их дети должны быть совершенны. Amma maraqlıdır, müqəddəs kitab araşdıranda biz görürük ki, heç də bu belə deyil. Но изучая Писание, мы видим, что это не так. Yazı bizə başqa həqiqəti göstərir. И Писание показывает нам другую истину. Allahın ən çox istifadə etdiyi insanların həyatında da, ailələrində də çətinliklər olur. Бывают трудности именно у тех, кого Господь больше всех Bu использует. onun göstəricisi deyil ki, onların imanı zəifdir Это не признак того, что их вера слаба, və yaxud da onların pis ata olduğunu göstərir. Yox, или же это не показатель того, что они являются плохими отцами. Нет. bu sadəcə bizə bir həqiqəti göstərir ki, Это показывает нам истину, heç bir ailə mükəmməl deyil. что никакая семья не может быть совершенной. Bəzən olur ki, rəhbər və yaxud da ata əlindən gələni hər bir şeyi eləyir. Иногда бывает такое, что руководитель или же отец делает все возможное. Amma bəzən onun nəzarətindən kənar hadisələr baş verir. Но бывают ситуации, которые происходят вне его поля Və bu baş зрения, verəndə əlbəttə ki, onun ürəyinə контроля. bir yara kimi olur, ağrılı olur və bu bir sınıqlıq gətirir, И это становится для него как рана, которая приносит ему очень много kədər боли. yaradır. Из-за этого появляется много печали. Buna görə də bu günləri istəyirəm sizinlə ideal bir ailə haqqında danışmayım. И поэтому я сегодня не хочу говорить об идеальной семье. Yəni ideal, qüsursuz, heç vaxt səhv edəməyən bir ata barədə Я не danışmayacağam. хочу говорить об отце, который идеален, который никогда не совершает ошибок. Amma Allahın ürəyinə yaxın olan bir kəs, Allahın ürəyincə olan bir kəs haqqında, yəni Davud haqqında danışacağıq. Но я буду говорить сегодня о том, кто является человеком по сердцу Господа, о Давиде. Vacib məqamlardan biri ata olmaq bu sadəcə güc demək deyil, dostlar. Важный момент заключается в том, что быть отцом – это не означает быть только сильным. Məsəl üçün Davud, əgər Davudun həyatına baxırıqsa, nə baş verir onun həyatında? Если рассматривать жизнь Давида, то что там Biz происходит? Что görürük мы ki, onun видим? övladları arasında müəyyən bir nifrət yaranıb. Мы видим, что среди его детей появляется ненависть. Qısqanclıq hissləri var. У них появляется чувство ревности. Hətta zorakılıq yarandı orada. Также и насилие там Və sonra бывает. biz görürük ki, üsyan baş verdi. И также мы видим, что происходит бунт потом. Və əlbəttə ki, sual yaranır ki, necə olur ki, Allahın ürəyincə olan bir insanın evində bu qədər problemlər olur? И, конечно же, у нас возникает вопрос, что как у человека, который по сердцу Господа в семье так много проблем.
Ata olmaq sadəcə idarə etmək deyil, dostlar. Быть отцом — это не просто Davud управлять. güclü idarəçi idi. Давид был хорошим управителем, сильным Döyüşdə правителем. yaxşı idarəçi idi. Он был хорошим правителем в битвах. Ümumiyyətlə administrativ cəhətdən dövlət idarəçiliyində yəqin ki, mükəmməl bir kəs idi. И с административной точки зрения он был прекрасным руководителем государства. Güclü lider idi. Он был сильным лидером. Ata kimi isə müəyyən məsələlərdə çox gecikirdi. Но как отец он запаздывал Məsəl в üçün. определенных случаях. O vaxt ki, uşaqlar arasında problem yarandı, Davud elə bil buna çox diqqət vermədi. Например, когда между детьми появлялись проблемы, он не сильно обращал на это внимание. Məsəl üçün Amnonla Tamar arasında olan o hadisədən sonra o bir ata kimi ciddi addım atmadı demək olar ki. Например, когда была ситуация со Амноном и Тамар, он как отец не предпринял каких-либо Mən o решительных hadisələri шагов. açıqlamayacağam indi. Siz yəqin bilirsiniz. Amnon, Tamar kimdir? Biri oğlu idi, biri qızı idi və onların arasında cinsi münasibətlər olmuşdu və böyük bir problem idi əslində ailədə və bir ata kimi o vaxtında müdaxilə eləmədi ora. Я не буду раскрывать всю ситуацию. Мы знаем, что Амон был его сыном, Тамар дочерью, что между ними была интимная связь, но он, как отец, не вмешался вовремя. Sonra oğlu Avisalom, Azərbaycanca nə gedir? Abşalomla münasibətində uzun müddət elə bil məsafə yarandı, əlaqə yox idi. Или же в взаимоотношениях с сыном Авесолом у него было как бы время, когда они не общались. Bəzi hallarda müəyyən sərhədlər qoyulmalı idi, qoymamışdı. В определенных случаях должны были быть поставлены границы, которых он не поставил. Bəzi baş verən o problemlər, ağrılar ki, yaranmışdı, elə bil onu çox uzun çəkdi. Nə üçünsə icazə verdi ki, bu uzansın məsələ. Belə olmamalı idi. И в определенных ситуациях, когда появилась боль, Давид позволил этому произойти. Bu demək deyil ki, Davud Так не должно sevmirdi öz было быть. övladlarını. Əlbəttə ki, sevirdi, düzdür. Это не означает, что Давид не любил своих детей, он любил их. Əgər Davud ölkəsini sevirdisə, xalqı sevirdisə, onlara görə döyüşlərə gedirdisə, yəni təbii ki, ailəsini də sevirdi. Если Давид любил свою страну, свой народ и шел на битву за них, то, конечно же, он любил и свою семью. Bu çox həssas bir məqamdır. Mən heç bilmirəm bu necə baş verir ki, bu rəhbərlərlə də baş verir, pastorlarla da baş verir ki, sən elə bil fokusun xidmətdədir və s. bütün bu şeylərdə. Sən eyni vaxtda ailəvə də sevirsən, vaxt ayırırsan, amma nəyisə elə bil buraxırsan. И я не знаю, как это происходит, как руководители, они любят свое служение, они служат, они сфокусированы на своем служении, при этом они выделяют время своей семье, они также любят свою семью, но упускают иногда что-то из виду. Bəzən ata sevgisi var, amma elə bil gecikmiş şəkildə ifadə olunur. Иногда есть отцовская любовь, но она проявляется поздно. Təbii ki, onlar da insandırlar, atalar. Bu yine ataları tərifləyəcəyəm. Yəni üzr istəyirəm. Onlara bəraət qazandırmağa çalışacağam. Elə onlar insandırlar. Но отцы, они тоже люди, я попытаюсь сегодня оправдать их. Amma fikirləşirəm ki, ata olmaq yalnız təmin etmək deyil, eləcə də vaxtında müdaxilə etməkdir, müəyyən bir istiqamət verməkdir. Ailəsindən söhbət gedir. Я думаю, что быть отцом — это не только обеспечивать, но и вовремя вмешиваться и направлять. И я сейчас говорю о семье. Məsəl üçün, oğlu Avisalomla olan münasibətlərində demək olar ki, ən dramatik onun münasibəti ümumiyyətlə həyatında baş verən hadisə elə oğlu Avisalomla oldu. И, например, взаимоотношения Давида и его сына Авесолома, я бы сказала, что это самые драматичные взаимоотношения в жизни Давида были именно с ним. Avşalom atasına qarşı çıxır, Авесолом восстает против своего отца, üsyan edir və demək olar ki, ailəni sarsıdır. противостоит ему, бунтует и как бы потрясает семью. Davud həmin vaxtı onun üçün çox ağır idi. Padşah idi və ailəsində bu hadisələr baş verirdi. Ailəsi ilə bağlı baş verirdi və bu onu kədərləndirirdi, yaralayırdı. И это время было очень сложным временем для Давида, потому что он был царем, и все эти ситуации в семье, они очень ранили его. Hətta o padşahlığı belə hazır idi versin və tərk etsin oranı ki, təki oğluna bir şey olmasın. Он даже был готов оставить свой престол, лишь бы его сын был в порядке. Ki, maraqlı bir bənd var. 2. Şamuelin kitabı 18-ci fəsil 33-cü ayə.
Yəni elə bir vəziyyətə gəlib çatdı ki, artıq Abisalom atasına qarşı tamamilə, yəni ki, tamamilə belə üsyan vəziyyətində idi və artıq Davudun ətrafında olanlar Abisalomı öldürməli olurlar. Есть очень интересный стих в Второе царство, где 2 Şamuel, 2 Şamuel, 2 Padşahlar 18:33 в 18 главе 33 стихе ki, Davud istəmirdi oğlu ölsün. Давид не хотел, чтобы его сын умирал. Onu itirməkdən qorxurdu. Он боялся потерять своего сына. Dediyim kimi dövlətçiliyi belə verirdi, amma oğlunu itirməsin. И он готов был оставить свой престол, лишь бы его сын был с nим. Və budur 18:33 deyir. Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: "Oğlum Avisalom, oğlum Avşalom. Kaş sənin yerinə mən öləydim. Oğlum Avşalom." Итак, вот что написано в 33 стихе. «И смутился царь, и пошел в горницу над воротами и плакал, и когда шел, говорил так: Сын мой Авесолом, сын мой Авесолом, сын мой Авесолом, о, кто бы дал мне умереть вместо тебя, Авесолом, сын мой, сын мой». Çox maraqlıdır da. Biz indi deyirik ki, Davudun səhvləri var idi, əlbəttə ki. Очень интересно, мы сейчас говорим о том, что да, у Давида были Yaxşı ошибки. rəhbər idi, Он был хорошим руководителем, ailəsində səhvləri olurdu, и в его семье были ошибки, Мükemmel проблемы, были amma несовершенства. ata idi. Но он был отцом. Və bu bənd bizə göstərir ki, nə qədər ata ürəyi var idi onda. И этот стих показывает его сердце отца. Və bu bənd bizə göstərir ki, onun ata qəlbinin dərin səsi var idi. Этот стих показывает, какой глубокий глаз у его Və nə сердца qədər отца, dərin ürəyi var idi onun. какое глубокое у него сердце. Çox sevirdi oğlunu, Он очень любил своего сына. amma çox maraqlıdır ki, bəzən yalnız sevgi kifayət eləmir. Но интересно, что любви не всегда достаточно. Fikirləşirəm ki, vaxtında müəyyən sevgi göstərilməli idi. Я думаю, что когда-то нужно было показать, в какое-то время Müəyyən нужно məsələlər показать vaxtında любовь. bəlkə həll olunsaydı, bəlkə də belə bir şeylər baş И verməyəcəkdi. если бы определенные ситуации были разрешены в свое время, то не дошло бы до этого. Amma biz Davudun hadisəsindən, hekayəsindən özümüz üçün dərs götürürük bu gün. Но читая ситуацию Давида, мы как бы учимся от этого, Ki bir atalar kimi əlbəttə. как отцы. Ki atanın qərarı gecikəndə müəyyən bir boşluq yarana bilər. Что когда отец запаздывает с решением, то появляется пустота. Boşluqsa nəyə gətirib çıxardır? Boşluq ona gətirir ki, münasibətlər başlayır zəifləməyə. А пустота приводит к тому, что взаимоотношения начинают слабеть. Zəif münasibətlərsə öz növbəsində ona gətirir ki, onlar bir gün qırılacaq. А слабые взаимоотношения – признак того, что в определенное время эти взаимоотношения просто разорвутся. Davudun hadisəsi bizə göstərdi ki, övladlarımızı itirəndən sonra deyil, amma yanımızda olarkən sevməliyik. Ситуация Давида показывает нам, что нам нужно любить своих детей не тогда, когда мы их теряем, а когда они рядом с нами. Qucaqlamalıyıq, dinləməliyik. Bunu onlara hiss etdirməliyik. Мы должны их обнимать, любить и показывать им, Bu şəxsən mənim fikrimdir. Это moje Avisalom личное ölməyə мнение. bilərdi. что Авесолом мог бы и не Avisalom умирать. atasına qarşı qalxmaya bilərdi. Авесолом мог бы и не Mən demirəm восставать ki, против düz своего eləyib o, отца. düz eləyib bu şeyləri, düz eləməyib. Я не говорю, что он правильно сделал, Amma нет. Davud Ammonla Tamar hadisəsində əgər vaxtında müdaxilə eləsəydi bu məsələyə, inanmıram ki, Avisalom belə bir addımlar atacaqdı. Я думаю, что если бы Давид вовремя вмешался бы в ситуацию между Амон Amma и Тамар, то я не думаю, что Авесолом восстал бы. nə yaxşıdır, Bibliyada hər şey açıq şəkildə yazılıb, düzdür. Но как хорошо, Səhv kimi göstərilir, düz kimi göstərilir. как же хорошо, что в Библии все открыто и ясно показано, что ошибка есть ошибка. Okay. Əgər Davudda səhv varsa, mən baxıram, mən Если- həyatımda müəyyən nəticə çıxardıram. Давид ошибается в чем-то, то я смотрю на него и делаю выводы для себя. Amma onun həyatında gözəl şeylər varsa, baxıram və bununla Allaha həmd edirəm və onun kimi olmaq istəyirəm. Если я смотрю на Давида и вижу прекрасное еще в его жизни, то я наслаждаюсь этим и прославляю Господа за Tüm bu это. şeylərin fonunda Davud На фоне всего этого Давид. nədən xoşum gəlir onun həyatında? Я сейчас скажу, что мне нравится в его Baxmayaraq ki, жизни. ata kimi zəif idi, səhvləri olurdu. Несмотря на то, что он был слаб как отец, и у него были трудности, Amma onun mükəmməl tərəfi o idi ki,
Nəysə baş verirsə həyatında, o gizlətmirdi öz səhvlərini. Но совершенная часть в Давиде — это то, что когда он где-то ошибался, он не прятал этого. Etiraf eləyirdi dostlar. Он провозглашал это Okay? друзьям. O deyirdi mən səhvəm. Он говорил, что я не прав. Qaçırdı Allahın yanına, yaxınlaşırdı ona. Он бежал к Господу. Tövbə eləyirdi. Он Ürəyini açırdı. исповедовался, он открывал свое Bu çox сердце. gözəl keyfiyyətdir. Это прекрасное Çünki качество. heç bir ata zəmanət olunmayıb ki, o səhv buraxmayacaq. Потому что нет гарантий, что отцы не будут ошибаться. Okay, amma onun gücü tərəfi, atanın gücü tərəfi odur ki, səhv eləyəndə bərpa olmağı bacarır və düzəltməyi bacarır səhvləri. Сильное качество отца — это когда он ошибается, то он пытается исправить эту Görün ситуацию. 51-ci məzmurda 10-cu ayədə nə deyir Davud? Вот что говорит Давид в 50-м псалме. Deyir: "Ey Allah, məndə təmiz ürək yarat. Daxilimə yenidən sədaqət ruhu ver." Bu Davudun ürəyi idi. Onu mən fikirləşmirəm bir dəfə deyib, onu həmişə deyirdi. Azərbaycanca 51:10-dur. Мгм, щас. Rus dilində yəqin 50-ci fəsildir. 51:10 da burada. Вот сейчас. 50:12. Мгм. Сердце чистое сотвори во мне, Боже, и дух праведный обнови внутри меня. Bu Davudun həmişə etdiyi dua idi. Это молитва, которую Давид говорил каждый раз. Okay? Bu çox vacib bir şeydir dostlar. Это очень важно, Yaxşı друзья. ata olmaq, mükəmməl olmaq deyil, Быть хорошим отцом не означает быть amma идеальным, Allahın qarşısında səmimi olmaq deməkdir. но это означает быть искренним пред Господом. Davud mükəmməl ata deyildi, Давид не был совершенным отцом, amma Allahın qarşısında səmimi idi. но он был искренним перед Господом. Və bilirsiniz, bəzən uşaqlarımızın bizdən istədiyi, ehtiyacı olan şey bizim mükəmməl olmağımız deyil. И знаете, наши дети иногда не нуждаются в том, чтобы мы были идеальными, лишь совершенными. Amma səhvimiz varsa etiraf eləməyi, tövbə eləməyi, nə bilim, Allahdan kömək istəməyi bacaran bir ata olmağımızdır və bunu istəyirlər. Но иногда они нуждаются в том, чтобы их родители могли извиниться, исповедаться о своих ошибках и прийти к Господу. Okay. Fikirləşirəm ki, ata olmaq bu inanılmaz bir, gözəl bir xeyir-duadır. Я думаю, что быть отцом — это невероятно прекрасное благословение. Davudun həyatına baxanda bir neçə şey görürük Рассматривая жизнь Давида, мы видим несколько вещей. ki, güclü olmaq bu kifayət deyil. Что быть сильным — этого недостаточно. Çünki ata kimi övladlar səndən çox vaxt gücü yox, hələ o məhəbbəti gözləyirlər. Потому что дети чаще всего ждут от отцов не силы, а любви. Sənin onların həyatında olmağını gözləyirlər, varlığını gözləyirlər. Они хотят твоего присутствия в их жизни. Sonra növbəti şey bir ata kimi sən müəyyən məsələlərə sakit baxırsansa, И если ты, как отец, в определенных ситуациях спокоен, не yəni ki, реагируешь, sən həll etməliydinsə, etmirsənsə, то есть если ты должен был решить что-то, и ты этого не делаешь, o problemlər böyüyə bilər. эти проблемы могут возрасти. Davudun həyatı bunu bizə göstərir. Это то, что являет нам жизнь Давида. Və eləcə də bunu görə bilirik onun həyatında Также мы можем увидеть в его жизни, ki, Allahsız heç bir ata modeli yoxdur. что нет никакой модели отца без Господа. Okay? Ata olmaq bu deməkdir ki, sən səmavi atadan nə isə öyrənməlisən həmişə. Быть отцом — это означает, что ты всегда учишься от небесного отца. Ona görə əziz dostlar, əziz atalar, bizə baxan kəslər, burada olan kəslər, Поэтому, дорогие друзья, дорогие отцы, те, кто здесь, те, кто смотрит нас, özümə də deyirəm, mən də bir atayam. также я говорю эти слова о себе, я тоже отец. Mən də öz övladlarımla nələrdənsə keçmişəm. Я тоже проходила через определенные вещи и ситуации со Və своими mən детьми. minnətdaram ki, bunlar baş verib. И я благодарна, что это все Və произошло. mənə göstərib ki, Allah ki, sən mükəmməl deyilsən И что Господь показал мне, что ты несовершенен. və həmin o çətin vaxtlarda daha çox mənə etibar eləməlisən. И в этих трудностях ты должен доверять больше мне. Və əgər siz də keçmişdə səhvlər etmisinizsə, Если вы в прошлом ошибались, müəyyən məsələləri bəlkə gec başa düşmüsünüz, возможно, вы поняли определенную ситуацию слишком поздно. övladlarınızla ola bilər çətinliklər yaşamısınız. Возможно, вы проживали трудности со своими детьми. Davudun hadisəsi bizə onu göstərir ki, Ситуация Давида показывает нам, Allah что qırılmış, o sınmış, çətinlikdə olan ataları
və o münasibətləri bərpa edir. что Господь восстанавливает вот эти вот сломленные, трудные взаимоотношения с Çünki Отцом. biz Davudun həyatına baxanda biz görürük ki, məsələ pislə bitmədi. Allah orada nəsə eləməyə başladı. И рассматривая ситуацию с Давидом, мы видим, что это все не закончилось чем-то плохим. Господь там что-то делал. Ata kimi Davud pis olsa da Allah onu tərk etmədi. Nесмотря на то, что как отец Давид был не самым лучшим отцом, Onu yenə də но biz görürük ki, Господь не istifadə покинул edirdi. его. Господь использовал его. Bu çox gözəldir ki, Allah bizim keçmişimizlə bağlı qalmır. Onunla bitirmir məsələləri. И это прекрасно, что все не заканчивается нашим прошлым. Bu çox gözəldir ki, Allah bizim o zəif yerlərimizi, qırılan, sınan münasibətlərimizi bərpa edir. Это прекрасно, что Господь восстанавливает наши слабости, эти сломленные слабые взаимоотношения. Yenidən ayağa qaldırır. Он поднимает нас на ноги. Okay. Və bitiririk artıq biz dostlar. И мы уже завершаем, друзья. Ki bir nəticə kimi fikirləşirəm ki, bütün bu hadisələrdən bir neçə şey öyrənə bilərik biz. Я думаю, что из всего этого мы можем научиться определенным вещам. Ata olmaq böyük bir məsuliyyətdir. Быть отцом – это великая ответственность. Amma ondan da böyük olan şey bu Allahın lütfüdür. Но то, что больше этой ответственности – это милость, благодать Господа. Ki sən bir ata ola bilərsən, Да, ты можешь быть отцом, yaxşı ata ola bilərsən, ты можешь быть хорошим отцом, amma yenə də səhvlər eləyəcəksən. но ты все равно будешь Və həmin ошибаться. o səhvlərin üçün Allahın lütfü lazımdır. И для этих ошибок нужна Və o благодать lütf Господа. sənin uğursuzluğundan, yıxılmandan böyükdür. Эта благодать, она больше, чем твои неудачи и падения. Və bu həqiqətdir və bu səni davam eləməyə kömək eləyir. Это истина, это то, что помогает тебе продолжать. Bu o deməkdir ki, mükəmməl ata yoxdur dostlar. Это означает, что нет совершенных отцов. Amma sən əgər Allahla gəzirsənsə, həyatında hökmən bərpa olacaq. Но если ты ходишь с Господом, то в твоей жизни обязательно будет восстановление. Ona görə gəlin bir kilsə kimi, bir ailə kimi atalarımız üçün dua edək. Поэтому давайте как церковь, как семья помолимся за Qoy отцов. bizim kilsamızda olan kişilərimiz, atalarımız, onlar o kəslər olsunlar ki, ürəkləri Davud kimi Allahın ürəyinə yaxın bir kəslərdir. Пусть мужчины и отцы в нашей церкви будут теми, чье сердце близко к Господу. Ki dua eləyək ki, Tanrı onları gücləndirsin. Давайте помолимся, чтобы Господь укрепил их. Dua edək ki, əgər ailələrində övladları ilə hansısa ağrıları varsa, qoy Rəbb onları bərpa etsin. Давайте помолимся, что если у них есть какие-то трудности или же боль в взаимоотношениях с их детьми, Господь восстановил это, Münasibətlər varsa bərpa olsun. чтобы Şəfa поломанные, gəlsin ora. сломанные взаимоотношения были восстановлены и исцелены. Və dua edək ki, hər bir ata Allahın ürəyini əks etdirsin. И помолимся, чтобы каждый отец показывал сердце Господа. Və biz bunu öyrənirik. Мы учимся. Gəlin dua edək. Давайте помолимся.